Salam əziz dostlar. Qurban niyə kəsilir? Mahiyyəti nədən ibarətdir? Mahiyyətləri çoxdur, səbəbləri çoxdur. Əsas birini və ikisini mən sizə xatırlatmaq istəyirəm. Biri budur ki, insan dünyaya bağlı varlıqdır, öz maddiyyatına çox bağlıdır. Allah Teala istəyir ki, öz maddiyyatından insan ayırsın, bir müddət, bir hissəsini ayırsın və insanlara paylasın. Bununla Allah Teala insanları tərbiyə eləmək istəyir ki, bu maddi bağlılıqlardan qırılın. Biri budur. Biri budur ki, təqva əldə eləmək. Yəni, Qur'an-ı Kərimdə Həcc surəsinin 37-ci ayəsində buyurur ki, onların nə əti, yəni qurbanların, nə əti, nə qanı Allaha çatmaz. Allaha ancaq nə çatar? Bizim təqvamız. Təqva əldə eləmək hədəflənir burada. O maddi bağlılıqlardan qırılmaqla, Allahın əmrinə tabi olmaqla biz nə edirik? Təqva əldə edirik. Biri də budur ki, cəmiyyətdə mənəvi bərabərlik yaranır, sevgi bağları yaranır. Məsələn, cəmiyyətdəki zəngin və kasıb arasındakı uçurum azaldılır. Sonra kasıb təbəqədə zənginlərə qarşı yarana biləcək həsəd və ya incikliyin qarşısı alınır. Yerinə sevgi və dua hissi qoyur. Sonra insanlar arasında bir-birlərini sevgi, məhəbbət yaranır və s. Sağ olun.